Vəkillər üçün davamlı tədris çox zəruridir. Hesab edirəm ki, tibb sahəsində olduğu kimi hüquqşünaslar da ixtisaslaşmalıdır. Xüsusən gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi burada əhəmiyyətli bir inkişaf mən görürəm. Bəzən məhkəmə hakimiyyəti ilə qanunverici hakimiyyəti arasında olan əlaqələndirməni yaxşı qurmaq lazımdır. Yəni ədalət mühakiməsində o çəkişmə prinsipinin həyata keçirilməsində vəkillik çox önəmlidir. Bu gün vəkil ona lazım olan əsaslandırmaları şablon sistem üzərində qurmalı deyil. Müasir vəkil o informasiya texnologiyalarının nailiyyətindən istifadə etdikcə o daha sürətli hərəkət edir. Bir növ vəkilin yazdığı o sənəd hakim üçün bir növ yol xəritəsinə çevrilir. Bu tələbələr üçün, gələcək məzunlar üçün çox böyük bir bazadır. Ancaq onlarda öz əməkdaşlarının məqalələrinin çap edilməsində bir növ çatışmazlıq var. Elmi məqalələrin səviyyəsi yuxarı qalxır. Digər jurnallar, Azərbaycan Vəkillik jurnalının bir təcrübəsindən istifadə etmələri çox yaxşı ola bilər. Mənim dəstəklədiyim məzunlar bugün çox yüksək postlarda çalışırlar, hakimlər, Milli Məclisin deputatları var, vəkillər. Mən Əmir Əliyev 1973-cü ildə Qərb Azərbaycanın Mehri rayonu Nüvədi kəndindən olmuşam. 1989-cu ildə Nüvədi kənd orta məktəbini gümüş medalla bitirmişəm və elə həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşam. 1995-ci ildə Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə aspiranturaya, yəni indiki doktoranturaya daxil olmuşam. 2003-cü ildə namizədlik dissertasiya işini, 2007-ci ildə isə doktorluq dissertasiya işini müdafiə etmişəm. 2011-ci ildən professor elmi adını almışam və 1995-ci ildən Bakı Dövlət Universitetində çalışıram. Müəllim, baş müəllim, dosent, professor. Eyni zamanda inzibati vəzifələrdə çalışmışam. Dekan müavini, kafedra müdürü. 2011-2021-ci illərdə Bakı Dövlət Universiteti Hüquq Fakültəsinin dekanı olmuşam və sonradan Bakı Dövlət Universiteti Hüquq Fakültəsində İnsan Hüquqları və İnformasiya Hüququ UNESCO kafedrasının müdiri vəzifəsində çalışmışam və 2023-cü ildən isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nəzdində Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru vəzifəsində hazırda çalışıram. Ümumiyyətlə, bugün hüquq elmində ən sürətli dəyişən hüquq sahələri yeni yaranandır. Düzdür, köhnə hüquq sahələri də burada əhəmiyyətli rol oynayır. Ancaq bugün əsas tendensiya yeni hüquq sahələrinin meydana gəlməsidir. Ümumiyyətlə, hüquq obyektiv və subyektiv mənada qeyd edilir. Yəni, subyektiv mənada bu insan hüquqlarının təmin edilməsidir və bu nöqteyi nəzərdən də insan hüquqlarının özünün inkişafı da bu prosesə təsir edib. Yəni, yeni nəsil insan hüquqları formalaşıb. Sağlam ətraf mühitdə yaşamaq hüququ, sülh hüququ, o cümlədən inkişafa olan hüquq və s. və buna uyğun olaraq da yeni hüquq sahələrinin formalaşması tendensiyası güclənib. Və mən hesab edirəm ki, burada ən vacib məqam beynəlxalq cəmiyyətdə baş verən dəyişikliklər, dövlətlərin inteqrasiyası bu hüquq sahələrinin inkişafına çox ciddi təsir edir. Məsələn, mən bir neçə burada amili qeyd etmək istəyirəm. Məsələn, elə sahələr var ki, məsələn, süni intellektin inkişafı, o cümlədən informasiya hüququ, mədəniyyət hüququ, idman hüququ, digər hüquq sahələri artıq formalaşıb və bu hüquq sahələrinin tənzim etdiyi münasibətlər dairəsi də çox aktualdır. Və bugün bu istiqamətdə də kifayət qədər praktika formalaşıb, mən belə deyərdim. Və bu eyni zamanda hüquq yaradıcılığına da təsir edib. Və bu nöqteyi nəzərdən də hesab etmək olar ki, hüquq sahələrinin inkişafında yeni amillərin ortaya çıxması klassik hüquq sahələrində təsir edib. Məsələn, cinayət hüququnun özündə kiber təhlükəsizlik hüququ, beynəlxalq hüququn özündə beynəlxalq insan hüquqları hüququ, o cümlədən mülki hüquqda, cinayət prosessual hüquqda, mülki prosessual hüquqda. Məsələn, bütün bunların hamısı əhəmiyyətli dərəcədə təsir edib ki, həm yeni hüquq sahələri formalaşsın, həm də klassik hüquq sahələrində əhəmiyyətli dəyişikliklər formalaşsın və bu da insan hüquqlarının müdafiəsinə bir ciddi təsir edir. Bu nöqteyi nəzərdən hesab edirəm ki, hüquq inkişaf edib, hüquq sahələrinin inkişafı qaçılmazdır. Bu, beynəlxalq cəmiyyətdə baş verən dəyişikliklərlə bağlıdır. Bu da eyni zamanda avtomatik olaraq milli hüquqa təsir edir. Vəkillər üçün davamlı tədris çox zəruridir. Bunun bir neçə əsaslandırıcı amilləri var. Birincisi, ümumiyyətlə, hüquq elmində, hüquq tədrisində, hüquq sahəsində baş verən əhəmiyyətli dəyişikliklər.
qanunvericilərin dəyişilməsi, buna aiddir. Həm beynəlxalq qanunvericinin dəyişməsi, həm milli qanunvericinin ciddi surətdə tez-tez dəyişilməsi. Məsələn, biz bunu hiss edə bilərik. Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında biz tez-tez şahidi oluruq, müəyyən bir qanun qəbul edilir, sonradan buna avtomatik olaraq dəyişilmə zərurəti yaranır. Çünki bunun hüquq tətbiq etməsində bunu proqnozlaşdırmaq o qədər də asan deyil. Burada çox böyük bir hüquqi təcrübə də lazımdır. Əlbəttə, müəyyən dövlətlər var ki, burada sabitçiliyə əməl etmək olur. Ancaq bu çox az tendensiyadır. Ona görə də hesab edirəm ki, beynəlxalq milli qanunvericiliyə baş verən dəyişikliklər avtomatik olaraq bir hüquq müdafiəçisi kimi vəkillərin də bu hüquq müdafiə taktikasının yenidən qurulmasına baxış həyata keçirir. Və bunun üçün nə etmək lazımdır? Bunun üçün vəkillər üçün davamlı tədris formalaşdırılmalıdır və bu nöqteyi nəzərdən mən vəkillər və vəkillər fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununa 2025-ci ilin sonlarında edilmiş əlavə və dəyişiklikləri çox yüksək qiymətləndirirəm. Xüsusən 16.1-ci maddədə vəkillərin peşə hazırlığı və ixtisaslarının artırılması məqsədi ilə tədris tədbirlərinin nəzərdə tutulması çox əhəmiyyətlidir. Bu, əlbəttə, nəyə söykənir? Bu, dünya dövlətlərinin təcrübəsində. Dünyada oturuşmuş vəkillik sistemləri mövcuddur. Və bunun hamısında Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Avropa dövlətlərində, Türkiyədə və bu gün bütün inkişaf etmiş dövlətlərdə vəkillər üçün davamlı tədris məcburidir. Əlbəttə, burada iki istiqamət müəyyənləşdirilir. Necə ki, hüquq təhsilində bu qurulmuşdur. Biri var məcburi saatlar. Bu saatlar bilirsiniz ki, bu yaxınlarda yanvar ayının 31-də vəkillərin ümumi konferansında bu məsələ müzakirə edildi və iki istiqamət müəyyənləşdirildi. Bir, etik davranış qaydalarına, bir də ümumiləşmiş məhkəmə təcrübəsinə. Əslində, bu dünya təcrübəsinə söykənir. Etik davranış qaydalarını və ümumiləşmiş məhkəmə təcrübəsinin sahəsində vəkillərin davamlı tədrisə cəlb edilməsi çox zəruridir. Biz bunu praktikada görürük. Ona görə hesab edirəm ki, vəkillərin davamlı tədrisə cəlb edilməsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinə edilmiş əlavə dəyişikliklər və bunun nəticəsində ümumi konferansda qəbul edilmiş qərarlar tam əsaslıdır. Bu, inkişaf etmiş dövlətlər praktikasına söykənir və əlbəttə ki, burada artıq digər bir mərhələ başlayır. Bu mərhələ ixtisaslaşmanın dərinləşməsidir. Yəni, necə ki, bu hakimlərdə formalaşıb, məsələn, mən bugün hesab edirəm ki, tibb sahəsində olduğu kimi hüquqşünaslar da ixtisaslaşmalıdır. Mülki sahədə, cinayət işləri ilə bağlı, əmək qanunvericiliyi ilə bağlı, beynəlxalq sahə ilə bağlı və digər sahə. Ona görə də hesab edirəm, bu ixtisaslaşmaya da çox ciddi təsir edəcək. Yəni, növbəti mərhələ vəkillərin artıq ixtisaslaşmasına çox böyük bir təkan verəcək. Yəni, ikinci bir saatlar miqdarı artıq müəyyənləşib vəkillərin özlərinin ixtisaslaşdığı sahələr üzrədir. Məsələn, əmək hüququ üzrə, mülk hüququ üzrə, cinayət hüququ üzrə ixtisaslaşmış vəkillər bu sahədə növbəti saatlarını, məsələn, 3 saat müəyyənləşdirilib ümumi konferansda, bu saatda artıq öz biliş və bacarıqlarını artıracaqlar. Hesab edirəm ki, bu ümumi konferansda qəbul edilmiş 5 saat bu keçid xarakteri daşıyır. Yəni, növbəti konferansa qədər bu prosesin belə müəyyənləşdirilməsi tam ədalətlidir və hesab edirəm ki, Vəkillər Kollegiyası ümumi konferansının qəbul etdiyi qərar keçid xarakterli bir qərarı çox əhəmiyyət xarakteri daşıyır. Artıq vəkillərdə bu prosesin formalaşması və gələcəkdə bunun inkişaf etdirilməsi zəruridir. Gələcəkdə artıq o saatları Vəkillər Kollegiyası ümumi konferansı müəyyənləşdiriləcək və eyni zamanda bu bacarıqların inkişaf etdirilməsinin tək mən deməzdim ki, burada müəyyən təlimlər və s. digər yox. Dünya dövlətləri təcrübəsində, məsələn, vəkillər üçün onların beynəlxalq elmi praktik konferanslarda iştirakı, onların müvafiq hüquqi rəylərin yazılmasına cəlb edilməsi, onların öz təsirlərini davam etdirməsi, onların elmi jurnallarda məqalələr çap etdirməsi, bunların hamısı o metodikaya daxildir. Ona görə də bugün qanunvericilikdə müəyyənləşdirilən tədris tədbirləri tamamilə düz seçilib. Yəni, bura həm təlimlər, elmi praktik konferanslar, elmi məqalələr, onların öz təsirlərini davam etdirməsi və digər bu kimi təlimlər daxildir. Mən hesab edirəm, bu metodikanın seçilməsində hazırda Vəkillər Kollegiyası bunun üzərində işləyir. Bu təlimlərin əyani formada, onlayn formasında, eyni zamanda onların distant formada, hansı ki, məsələn, vəkillər o təlimlərdə iştirak edir və sonradan avtomatik olaraq o təlimlərdən irəli gələn sualları cavablandırması, buna bir reaksiya verməsi və hesab edirəm, bu bilik və bacarıqların artırılmasında çox əhəmiyyətli rol oynayacaq. Və növbəti bir məsələ burada vəkillər üçün bir platforma
platformanın yaradılmasıdır. Bütün vəkillər öz təcrübələrini bölüşəcək, ortaya çıxan problemlər müzakirə ediləcək. Bu dəyirmi masalarda, təlimlərdə, yəni təlimlər tək dinləmək üçün deyil, eyni zamanda bu böyük bir müzakirə üçündür. Hesab edirəm, Vəkillər Kollegiyasının təşəbbüsü ilə irəli sürülmüş bu məsələlərin hamısı çox yüksək nəticələr verəcək və bu da avtomatik olaraq hüquqi yardımın keyfiyyətinə çox ciddi təsir edir. Mən hesab edirəm ki, burada bir uçurum yoxdur. Məhkəmə praktikasında ən vacib məsələlərdən biri, o cümlədən vəkillərin praktikasında ən vacib məsələlərdən biri nəzəri və praktiki biliklərin əlaqələndirilməsidir. Bu yaxınlarda məsələn mən bir neçə istiqaməti qiymətləndirirəm və xüsusən Ali Məhkəmənin son dövrlər fəaliyyətini bu cəhətdən çox yüksək qiymətləndirmək olar. Ali Məhkəmə plenum qərarlarında ümumiləşmiş məhkəmə təcrübəsi və bir sıra aktual məsələlərlə bağlı müvafiq qərarların qəbul edilməsi hesab edirəm ki, çox əhəmiyyətlidir və bu nəzəriyyə və praktikanın əlaqələndirilməsində bir körpü rolunu oynayır. Bundan başqa bilirsiniz ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları da var. Bu da artıq bizdə bir formalaşmış bir tendensiyadır. Mən hesab edirəm ki, bu da çox əhəmiyyətli bir rol oynayır və bu gün mən bir tendensiyanı müşahidə edirəm. Vəkillər praktikasında bu qərarlara istinad halları çoxalmışdır. Bu deməkdir ki, Konstitusiya Məhkəməsi nəzəriyyə və praktikanın əlaqələndirilməsində, o cümlədən mən Ali Məhkəməni də burada qeyd edirəm, formalaşmış təcrübə artıq vəkillik fəaliyyətində də nəzərə alınır. Və bundan başqa mən müvafiq qurumların nəzdində yaradılan bəzi məsələn elmi məsləhət şuralarını da xüsusi qeyd etmək istəyirəm. Məsələn, Ali Məhkəmənin nəzdində olan elmi məsləhət şurası, Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında olan elmi məsləhət şurası. Hesab edirəm bunlar da bu nəzəri və praktiki əlaqələndirmənin aparılmasında əhəmiyyətli töhfələr verəcəkdir. O ki qaldı konkret olaraq vəkillik fəaliyyətinə. Mən hesab edirəm bu sahədə də çox böyük bir inkişaf tendensiyası gedir. Xüsusən gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi burada əhəmiyyətli bir inkişaf mən görürəm. Bu artıq uzun müddət bir formalaşmış təcrübəni ki, ancaq praktik vərdişlərin formalaşdırılması yox. Bugün dünya təcrübəsi göstərir ki, nəzəriyyə, müvafiq, vəkillik fəaliyyətində onun inkişaf etdirilməsində əhəmiyyətli rol olur. Nəyə görə? Bunun bir başqa bir məqamını da mən qeyd etmək istəyirəm. Çünki vəkil hüquq tətbiq etməkdən daha çox bu yaradıcı bir işdir. Bu yaradıcıdır. Ona görə yaradıcılıq artıq hökmən nəzəri biliklərə başvurmanı tələb edir. Nəzəri biliklərin daim inkişaf etdirilməsi. Ona görə öncə bizim qeyd etdiyimiz ki, o davamlı tədris bu boşluğu aradan qaldıracaq. Bu boşluğun aradan qaldırılmasında mən bir əlaqələndirməni də xüsusi etmək istəyirəm. Bəzən məhkəmə hakimiyyəti ilə qanunverici hakimiyyəti arasında olan əlaqələndirməni yaxşı qurmaq lazım. Məsələn, məhkəmə hakimiyyəti o boşluqları aradan çıxardırsa, bu qanunverici hakimiyyət dərhal o boşluqlara reaksiya verməlidir. O boşluqlar aradan götürülsə və müvafiq olaraq burada Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, müvafiq plenum qərarlarının istinad halları çoxalsa, o cümlədən burada mən başqa bir tendensiya da qeyd edə bilərəm. Beynəlxalq məhkəmə təcrübəsi. Hesab edirəm ki, vəkillik fəaliyyətində çox əhəmiyyətli bir artım, yəni artım nəyə? Yəni hüquqi yardımın keyfiyyətinin artırılmasına söhbət gedir. Yəni müvafiq vəkillərin öz müraciət edən şəxslərin hüquqlarının qorunması istiqamətində o keyfiyyət göstəricilərini mən deyirəm. O keyfiyyət göstəriciləri kifayət qədər inkişaf edəcəkdir və bu artıq Vəkillər Kollegiyasının son dövrlər fəaliyyətində də ciddi müşahidə olunur və ona görə mən hesab edirəm ki, vəkillik əslində ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə hakimiyyətinə bir onun istiqaməti kimi mən nəzərdə tuturam. Yəni ədalət mühakiməsində o çəkişmə prinsipinin həyata keçirilməsində vəkillik çox önəmlidir və bu önəmlilik ona nəzəri və praktiki biliklərin əlaqələndirilməsində çox ciddi addımlar atmağı tələb edir. Yəni söhbət yüksək keyfiyyətli hüquqi yardımdan gedir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində bu bənd xüsusi olaraq qeyd olunur. Yüksək keyfiyyətli hüquqi yardım. Yüksək keyfiyyətli hüquqi yardım, davamlı tədrisi, nəzəri və praktik bilikləri əlaqələndirilməsini, beynəlxalq məhkəmə praktikasının nəzərə alınmasını tələb edən bir faktor. Mən ümumiyyətlə bu informasiya texnologiyalarının inkişafının hüquqa təsirini çox müsbət qiymətləndirirəm və buradan əlbəttə bacarıqla istifadə edilməlidir. Bu bacarıq nədən ibarətdir? Bugün bilirsiniz, bugün dünyada məlumat bazalarına çıxış açıqdır. Ancaq bundan səmərəli istifadə etmək lazımdır. Bugün vəkil ona lazım olan əsaslandırmaları şablon sistem üzərində qurmalı deyil. Məsələn,
vəkilin özəlliyi nədən ibarətdir? O özəllik ondan ibarətdir ki, o şablon qaydada yox, o məsələyə xüsusi nöqteyi nəzərdən yanaşa bilsin. O xüsusilik əlbəttə onu aparıb çıxaracaq informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə. Lazım olanda süni intellekt də kömək edə bilər. Yeni ideyaların verilməsinə, yeni mənbələrin axtarıb tapılmasına, yeni məhkəmə qərarlarına, müqayisəli təhlil əlbəttə ancaq burada bir məsələni yaddan çıxartmaq olmazsa, insan zəkasını əvəz edəcək bir hal yoxdur. O nöqteyi nəzərdən də bunlar ciddi şəkildə yoxlanılmalıdır. Bu mənbələr müəyyənləşməlidir və hesab edirəm ondan sonra insanlar bir məntiqli qərarlar verməlidir. Bu qərar ancaq insana məxsus. Çünki başqa cür səhv qərarların qəbul edilməsinə gətirib çıxara bilər. Növbəti bir məsələ, mən hesab edirəm ki, burada bu gün bəzən deyə bilərlər ki, məsələn, vəkillərin sayının azlığı məsələsi rol oynaya bilər. Mən bundan o qədər razı deyiləm. Çünki müasir vəkil o informasiya texnologiyalarının nailiyyətindən istifadə etdikcə o daha sürətli hərəkət edə bilər. Bizim qanunvericidə vəkil köməkçiləri də var. Mən hesab edirəm bu praktikanın da inkişaf etdirilməsi çox vacibdir. Bu zəruridir. Ona görə müasir texnologiyalardan inkişaf etmə, birincisi mən hesab edirəm keyfiyyəti yüksələ bilər. Ən vacib məsələlərdən biri ondan ibarətdir. Yüksək keyfiyyətli hüquqi yardıma nail ola bilər. Bu ikinci ən böyük məsələlərdən ondan ibarətdir və müqayisəli bir araşdırmanın ortaya çıxmasına səbəb ola bilər. Məsələn, mən bugün vəkillərin iddiazələrinə baxıram və yaxud digər məhkəmə qərarlarına baxıram. Orada daha çox müasir informasiya texnologiyanı istifadə edən, müasir beynəlxalq hüquq normalarına istinad edən, məhkəmə təcrübəsinə istinad etmə halları olduqca bir növ vəkilin yazdığı o sənəd hakim üçün bir növ yol xəritəsinə çevrilir. Ona görə də mən burada hesab edirəm ki, informasiya texnologiyalarının istifadə çox mühüm bir nəticədir. Biz bundan səmərəli istifadə etməliyik. Elə adicə vəkillər kollegiyasının fəaliyyətində də bu açıq-aydın elektron orderin müəyyənləşdirilməsi bu kifayət qədər böyük bir vaxt məsələsini qənaət etmiş olur. Və sonra vahid elektron bazalara girişin müəyyənləşdirilməsi, qərarların, məsələn, məhkəmə iclaslarının vaxtının müəyyənləşdirilməsi. Əlbəttə bunun gələcək perspektivlərini də o qədər proqnozlaşdırmaq çox çətindir. Ancaq hesab edirəm ki, informasiya texnologiyalarının ümumiyyətlə hüquqi yardım fəaliyyətində rolu çox böyükdür. Bu artıq hiss olunur. Bu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının son dövrlər həyata keçirdiyi fəaliyyət vəkillərin bu sahədə işini xeyli yüngülləşdirir. Mən belə deyərdim. Və bu yüngülləşdirmə artıq onların üzərində bir məsuliyyət qoyacaq. Bu yüngülləşdirmə ondan ibarət deyil ki, o bundan sonra o yüngülləşdirmə keyfiyyətli hüquqi yardıma gətirib çıxarır. Mən hesab edirəm ki, ümumiyyətlə hüquq təhsili daimi inkişafda götürülməlidir. Mən uzun müddət hüquq fakültəsinin dekanı vəzifəsində çalışmışam. 2 dəfə hüquqşünaslıq ixtisasında dövlət standartlarının hazırlanması komissiyasının üzvü olmuşam. Və burada müzakirə olunan məsələlər ən əhəmiyyətli məqamlar ondan ibarətdir ki, biz inkişaf etmiş dünya dövlətləri təcrübəsini götürək. Uzun müddət Sovet təcrübəsində mən buna həmişə deyirəm, hüquqşünaslıq ixtisası üzrə əsas dominant təşkil edən fənlər hüquq tarixi idi. Yəni real fənlər yox. Bu əlbəttə biz Sovet hüquq təsirinin xüsusiyyətindən irəli gəlir. Məsələn, beynəlxalq hüquq öyrədilmirdi, insan hüququ öyrədilmirdi, cinayət hüququ kifayət qədər öyrədilmirdi, mülki hüquq sahəsi və s. O nöqteyi nəzərdən hesab edirəm ki, hüquqşünaslıq ixtisası üzrə standartların hazırlanması çox vacib məqamdır. Bu daim təkmilləşməyə uyğun getməlidir. Ancaq burada bir məsələ var. Yəni ana fənlər bloku. Ana fənlər bloku dəyişilməzdir. Məsələn, bura daxildir konstitusiya hüququ, bura daxildir mülki hüquq, bura daxildir cinayət hüququ, bura daxildir hüquq nəzəriyyəsi və eyni zamanda beynəlxalq hüquq. Və digər o 5 ana fən üzrə ətrafında olan bir fənlər də var. O fənlər də əsas fənlərdir. Onun ətrafında olan fənlər isə artıq onlar seçmə fənlər. Bu seçmə fənlər dəyişir, inkişaf edir. Məsələn, seçmə fənlər ola bilər ki, onlar çox aktuallıq kəsb edə bilər. Məsələn, bu gün vergi hüququ belə bir sahələrdən biridir. Və hesab edirəm ki, bu nöqteyi nəzərdən dövlət standartlarının hazırlanması bu gün də yenilənməsinə bir ehtiyac hiss olunur və burada əlbəttə müasir inkişaf tendensiyaları da hökmən nəzərə alınmalıdır. Bu birinci məsələ. İkincisi, vəkillər kollegiyasının rolu nədən ibarətdir burada? Mən vəkillər kollegiyasının rolunu burada çox yüksək qiymətləndirirəm. Praktik bir qurum ki, vəkillər kollegiyası qeyri-dövlət təşkilatıdır. Yəni bu məsələyə bitərəfli nöqteyi nəzərdən
vəkillər kollegiyasının rolu çox əhəmiyyətli ola bilər. Birincisi, hüquq tədrisində vəkillər kollegiyasının bazasından istifadə edilməsi. Kifayət qədər bu gün vəkillər kollegiyasının elmlər doktorları, fəlsəfə doktorları, çox uzun müddətli təcrübəyə malik olmuş praktik hüquqşünaslar çoxdur. Mən bunu artıq son 2 il fəaliyyətim dövründə hiss etmişəm. Yəni kollegiya elə bir bazadır ki, bu bazadan hüquq təhsilində istifadə etməməsi mən hesab edirəm qəbul edilməzdir. Ona görə də vəkillər kollegiyasının bazasından o sahədə praktik biliyə malik olan çox nüfuzlu, tanınmış şəxslər var. Mən hesab edirəm onlar tədrisə cəlb edilməlidir. Bir neçə gün öncə bu hüquq təhsili ilə bağlı böyük bir müzakirə getdi, hüquq forumu keçirildi. Orada da bu məsələ müzakirə edildi ki, müəllim tək nəzəriyyə bilikə malik olmamalıdır. Bu gün müəllim eyni zamanda praktik biliyə, özdə yaxşı praktik biliyə malik olmalı. Bu birinci məsələ. İkincisi məsələ, mən hesab edirəm ki, hüquq təhsilində 2 istiqamət var. Bir semestrdə o praktikaya həsr olunur. Mən hesab edirəm ki, böyük bir tələbə, gələcək məzunlar vəkillər kollegiyasını praktika keçməli. Bu çox əhəmiyyətli məqam. Vəkillər kollegiyasında onların əldə edəcəyi praktikanı mən böyük məsuliyyətlə deyirəm. Heç bir dövlət orqanı verə bilməyəcək. Bilirsiniz, məhkəmə fəaliyyəti də buradadır. Burada əlaqəlidir. İstintaq da buradan əlaqəlidir. Məsələn, bu istintaq orqanına gedə bilər, vəkillik müdafiə prosesini öyrənə bilməz. Ancaq burada bu proses, bütün proseslər sanki vəkillikdə cəmləşir. O nöqteyi nəzərdə mən hesab edirəm ki, vəkillər kollegiyası praktika üçün çox əhəmiyyətli bir məqamdır və bundan bizim gələcək hüquqşünaslar çox yüksək səviyyədə istifadə etməlidirlər, çox bacarıqla istifadə etməlidirlər və bu gün vəkillər kollegiyası öz qapılarını həmin gələcək məzunlara açıb, tam açıqdır. Və burada bir könüllülük də məsələsi var. Bilirsiniz, Azərbaycanda könüllülük fəaliyyəti çox yüksək səviyyədə dəstəklənir dövlət səviyyəsində. Bunun əhəmiyyəti nədən ibarətdir? Bunun əhəmiyyəti ondan ibarətdir ki, gələcək kadrlar əvvəlcədən öz iş yerlərini müəyyənləşdirir. İkinci, praktikanı formalaşdırırlar. Dövlət də həmin şəxslərdən hansı istiqamətdə və necə istifadə edəcəyini də müəyyənləşdirir, proqnozlaşdırır. Bu gün mən görürəm ki, tələbələr ən çox da könüllülük üçün müraciət etdiyi təşkilatlardan biri vəkillər kollegiyasıdır. Çünki vəkillər kollegiyasında müəyyən edilən o prinsiplər ki, vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununda əks olunub, o demokratlik, ədalətlik, humanizmi, insan hüquqlarına şəffaflıq, aşkarlıq, bu tələbələr üçün, gələcək məzunlar üçün çox böyük bir bazadır. Tələbələrə, gələcək məzunlara hesab edən vəkillər kollegiyası onların istifadə edəcəyi ən böyük bazalardan biridir. Məsələn, mən nəyə şahid oluram? Hüquq fakültələri müraciət edir vəkillər kollegiyasına. Müəyyən məhkəmə müsabiqələrini keçirilməsi üçün, müəyyən dəstək üçün, vəkillər kollegiyası çox böyük onlara maddi dəstəklər verir, onların keçirilməsi üçün digər şəraitlər yaradır. Hesab edən vəkillər kollegiyası öz vəzifəsini çox yüksək səviyyədə yerinə yetirir. Və bu, vəkillər kollegiyasının hüquq təhsilinə, tədrisinə çox böyük bir dəstəyidir. Azərbaycan Vəkillik jurnalı cəmiyyətin jurnalına çevrilir. Bu nə ilə bağlıdır? Mən isə deyim ki, Azərbaycan Vəkillik jurnalının ən əhəmiyyətli məqamlarından biri ondan ibarətdir ki, Azərbaycan Vəkillik jurnalında bir spesifik xüsusiyyət var. Bu gün məsələn bəzi qurumlar jurnallar yaradıblar. Var, ancaq onlarda öz əməkdaşlarının məqalələrinin çap edilməsində bir növ çatışmazlıq var. Ancaq Azərbaycan Vəkillik jurnalında bu yoxdur. Biz Azərbaycan Vəkillik jurnalına bu gün müraciət edən vəkillərin sayı çoxdur. Bu göstərir ki, Azərbaycan vəkilliyi kifayət qədər bir bazaya malikdir. Ona görə Azərbaycan Vəkillik jurnalının birinci üstün cəhətini mən hesab edərdim ki, burada çap olunan məqalələrin əksəriyyəti vəkillər kollegiyasının üzvləridir. Bu birinci məsələ. İkincisi, hörmətli Anar müəllim Azərbaycan Vəkillik jurnalının baş redaktorudur. Vəkil jurnalının redaksiya heyəti üzvləri üçün çox mühüm bir qarşıya əsas vəzifələr qoyur. Vəzifələr ondan ibarətdir ki, elmi məqalələrin səviyyəsi yuxarı qalxmalı. Bu Azərbaycan Vəkillik jurnalı bu gün çox yaxşı bir nəfis tərtibatda dərc olunur. Azərbaycan Vəkillik jurnalının beynəlxalq nömrələr alıb, İSSN, DOIR, istənilən bir şəxs bu gün məqalə çap etdirir. Həmin məqalədə onun haqqında, məqalə haqqında məlumat artıq bütün beynəlxalq cəmiyyət məlumatlıdır. Bu bir. İkinci məsələ aktual mövzuların seçilməsidir. Bu mövzular ki, müəyyən hüquqi arqumentasiya tələb edir, müzakirələr tələb edir. Mən hesab edirəm bu prizmada yüksək qiymətləndirmək lazımdır. Azərbaycan Vəkillik jurnalında çap olunan məqalələr
antiplagiat sistemindən keçirilir. Müvafiq rəylər verilir. Bu gün məsələn Azərbaycan Vəkili jurnalına məqalə göndərən şəxs onu izləyir ki, bu məqalə rəydədir. O necə gedir? Yəni bu artıq elektron sistemə oturub. Özünün elektron bir ünvanı var. Ona müraciət edir şəxs və artıq oradan o məqaləsini yükləyir və o məqaləni izləyir ki, taleyi necədir. Yəni bu da tam şəffaflıq bir proses nümayiş etdirilir. Ancaq əlbəttə ki, Azərbaycan Vəkili jurnalının tələbləri biraz sərtdir. Yəni mən buna deməzdim sərt. Bu dünyada mövcud olmuş bir tendensiyadır. Yəni aktuallıq əks olmalıdır. Elmi yenilik əks olunmalıdır. Əldə olunan nəticələr olmalıdır. Bu gün bunlar olmasa o məqalənin heç bir əhəmiyyəti ola bilməz. Mən jurnal sahəsində biraz təcrübəyə malikəm. Ona görə hesab edirəm ki, Azərbaycanda ümumiyyətlə bu sahədə müəyyən problemlər də mövcuddur. Mən hesab edirəm bütün digər jurnallar, bunu mən başqa məna üçün demirəm, Azərbaycan Vəkili jurnalının bir təcrübəsindən istifadə etmələri çox yaxşı ola bilər. Həm də biz təklif edərdik ki, bir platforma yaradılsın. Məsələn, hüquq jurnallarının bir platforması. Bu platforma təhsil platforması deyil, əməkdaşlıq platformasıdır. Jurnallarda mövcud problemlər, ekspertizaların keçirilməsi, rəylərin göndərilməsi. Mən hesab edirəm, burada Anar müəllimin xidmətlərini mən çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, Anar müəllim Azərbaycan vəkilliyi içərisində olan elmi bazanı üzə çıxara bilir. Əsas məsələ bundan ibarətdir. Bu ən yaxşı bir vəkilin özünü tanıtması üçün çox böyük bir platforma. Bundan başqa Vəkillər Kollegiyası hər məqaləni yayımlayır öz saytında və digər saytlarda. Azərbaycan vəkili artıq özünün elmi bacarıqlarını da, nəinki praktik bacarıqlarını, elmi bacarıqlarını da nümayiş elətdirmək üçün çox bir yaxşı şans əldə edir. Ona görə mən hesab edirəm, Anar müəllimin apardığı bu fəaliyyətə bütün vəkillər dəstək verməlidir. Və bütün vəkillər dəstək verərsə, artıq onlar öz elmi ideyalarını, praktik əldə etdiyi təcrübəni elmlə əlaqələndirib məqalə formasında, araşdırma formasında cəmiyyətə təqdim etməsi çox əhəmiyyətli ola bilər. Bu, Azərbaycan vəkilliyində inkişafına xidmət edə bilər, qanunvericiliyində inkişafına xidmət edə bilər, məhkəmə praktikasında inkişafına xidmət edə bilər. Məsələn, görkəmli alimlərin əsərləri BMT Beynəlxalq Ədalət Məhkəməsinin statının 38-ci maddəsində bir mənbə rolunu oynayır. Ona görə heç kim təminat verə bilməz bu sabah vəkilin müəyyən o məqaləsindən istifadə edilə bilsin. Yəni ona görə biz bu potensialdan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının irəli sürdüyü bu platformadan çox yüksək səviyyədə istifadə etməliyik. Tək burada vəkillər də yox, mən burada gənc hüquqşünaslara da hesab edirəm bir redaksiya heyətinin üzvü kimi tövsiyə edərdim ki, yəni Vəkillər Kollegiyasının açdığı və inkişaf etdirdiyi, böyük dəstək verdiyi bu platformanı onlar qoşulsunlar. Bu Azərbaycanda elmi potensiala böyük bir dəstək verəcək, onu inkişaf elətdirəcək, müqayisəli araşdırmalara bir gətirib çıxara biləcək. Bizim vəkilləri nəinki respublika səviyyəsində, dünya miqyasına tanınır. Pedaqoji təcrübəm 30 ildir, bəlkə ondan biraz daha azdır. Bu gün fəxr edirəm ki, mənim dəstəklədiyim məzunlar bu gün çox yüksək postlarda çalışırlar, hakimlər, Milli Məclisin deputatları var, vəkillər. Əlbəttə mənim tövsiyələrim birincisi ondan ibarətdir ki, ən birinci vacib məqam öz fəaliyyətimizdə biz dövlətimizin ali məqsədinin əsas tutulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində yazılır ki, insan vətəndaş hüquq və azadlıqlarının, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bizim qarşımızda da əsas məsələlərdən biri dövlətin ali məqsədinin yerinə yetirilməsinə dəstək olmaq. Mən də bir vəkiləm. Vəkillər üçün də ən vacib məsələ Konstitusiyanın 61-ci maddəsinə irəli gəlir. Yüksək keyfiyyətli hüquqi yardım. Bu nöqteyi nəzərdən yüksək keyfiyyətli hüquqi yardımı əldə etmək üçün həm hakimlər ədalət mühakiməsinin həyata keçirilməsi və biz vəkillər də ədalət mühakiməsinin həyata keçirilməsində bir vasitə olaraq birincisi nəzəri və praktiki biliklərimizin əlaqələndirilməsi, artırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi ən vacib məsələlərdən biridir və ən əsaslı ondan ibarətdir ki, insan hüquqları sahəsində mövcud olmuş prinsiplərə əməl edilməsi.